ABŞ-İsrail-İran gərginliyi fonunda İranın bir çox şəhərlərində olduğu kimi Urmiya şəhərində də geniş miqyaslı dövlətə dəstək yürüyüşü təşkil olunub. Yürüyüşdə iştirak edən vətəndaşlar müxtəlif şüarlar səsləndirərək ölkə rəhbərliyinə dəstəklərini ifadə ediblər. Onlar eyni zamanda İranın ali dini lideri Ayətullah Əli Xameneyinin qisasının alınması ilə bağlı çağırışlar səsləndiriblər. Yani hüzünümüz biz inqilabın dağındaq, rəhbərimizin dağındaq, məmləkətimizdən də xeyli xahir nəfəsə məmləkətə biz xidmət edəcəyik. Düşmənlərimizə deyəcək biz, ölüm olsun olaraq, nəng olsun olaraq ki, İranın millətində də tanımayıblar və tanımayıblar. Biz axirin nəfəs olanın can geləcək, əvvəl Allah bilənlər yeni nəfərəcəyik. Ya İsrail ola, ya Amerika ola. Tamam düşmənlər. Əlil huzurumuz budur ki, Amerika ilə İsrailə deyək, ta nabudi İsrail və zəmsədən paygaha Amerika məntəqədə durmuşuq meydanda və ahirətən də buradayıq. Gərək Trump ilə Netanyahunu biz qəsas eləyək, rəhbərimizin qanununa görə. Yürüyüş zamanı iştirakçılar ali liderin ruhuna dualar oxuyub, həmçinin ABŞ və İsrailə qarşı sərt mövqe nümayiş etdiriblər. Başlarında mən bir ay sözdeyim lazım. Bu Amerikan İsrailçilerle bizim bağlamız geçse her pok yemlerler. Ama iştivahdadılar. Biz bağlanın oğlandan alıq hiç pok yemmezler. Deyirəm lazım. Biz bağlanın nevələrindən oğlandan alıq hiç de eləyənməsin. Biz rəhbərimizi heç vaxt tək qoymamışıq və qoymarıq. Axır canımıza nəfəs sıxıb da tək qoymayacaq. Demək ki, ya Heydər. Vətənimə görə və bir də rəhbərimə görə. Gəlmişəm ki, bu gözəl havada görürsünüz ki, qar yağır. Gəlmişəm keşvərimdən dəfa eləyəm və deyəm ki, heç qələt eləyə bilməzlər. Sərbazam, potunumda ayağım var. Başda da şaqqalı bir papağım var. Hamı da yatsa yatıbdır. Soruşanda deyələr ki, o yağım var. Amma mən də heç tək qala bilməm. Güvənsin torpağımız ki, dayağım var. Başdakı fərman verən veribdi əlini, indi veribdi canını. Bizə baş azdır, belə bir qoçağım var. Amma yolumuzda tökülübdür çoxlu qan. Saxlayan olmasa qaşqabağım var. Saxlayan olsa daim bu torpaqda sizə güllü çiçəkli dağım var, bağım var. İslamda da sərbazlığın dövrəsi qurtulmaz. İslamda da sərbazlığın dövrəsi qurtulmaz. Bəxtiyaram, əldə qələm, silah sayağım var. Hamımızın sağlığına. Çıxış edənlər bildiriblər ki, İran xalqı öz dövlətinin yanındadır və xarici təzyiqlərə baxmayaraq ölkənin müstəqilliyini qorumaqda qərarlıdır.